Eləcə də İrbad bin Səriyə radiyallahu anh'ın hədisində ki, İrbad bin Səriyə radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bizə bir gün gözəl mucizə oxudu ki, qəblər titrədi, gözlər doldu, dedi ki, ey Allahın elçisi, elə ki, bu vida edən şəxsin, vidalaşan şəxsin mucizəsidir. Bizə nəsihət elə, Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Sizə təqvalı olmağı, eşidib itaat etməni, əmrlərinizə eşidib itaat etməyi əmr edirik, hətta həbəşi qul olsa bilər və bidətlərdən çəkinməyi əmr edirəm. Aleykə bi sünnəti və iyyəkum və muhdəsətul umur. Deyir ki, mənim və mənim raşidi xəlifələrimin sünnəsindən yapışın, onlara azı dişlərinizlə tutunun. Və iyyəkum və muhdəsətul umur və bütün o yeniliklərdən, dində olan yeniliklərdən, bidətlərdən neyinin? Çəkinin. Fə innə kullə muhdəsətin bidə. Çünki hər yenilik, dində olan hər yenilik demədi ki, yəni yaxşı və yaxud pis. Demədi ki, həsənə və yaxud seyyə. Dedi ki, hər yenilik bidətdir və hər bidət də zəlalətdir və hər zəlalət də nədir? Qotdadır. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm neçə yerdə hətta bidət baş verməmişdən Peyğəmbər sallallahu aleyhi və səlləm bidətdən çəkindirirdi hər xütbəsində. Fə innə əsrəqəl hədisi kəlamullah وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Peyğəmbər sallallahu aleyhi ve sellem xutbəsinə nə ilə başlayardı? Deyərdi ki, ən doğru söz Allahın kəlamıdır və ən doğru yol, ən düz yol və ən xeyirli yol Muhammed sallallahu aleyhi ve sellemin yoludur, o düz yoldur. Və şərrəl umuri muhdəsətuhə və ən şərli şeylər yeniliklərdir. Və hər yenilik bidətdir və hər bidət zəlalətdir və hər zəlalət də oddadır. Fikir verin, Peyğəmbər sallallahu aleyhi ve sellem bu qədər bidətdən çəkindirib, qardaşlar. Amma heç vaxtı deməyib ki, yox, hər bidət yox, orada bəzi bidətlər var ki, onlar nədir? Ola bilsin ki, yaxşı bidətlərdir. Peyğəmbər sallallahu aleyhi və səlləm heç bir yerdə belə bir şey deməyib və hamısında deyib ki, nədir? Bütün bidətlər zəlalətdir və bütün zəlalətlər də oddadır. Eləcə də sələf imamları, sələflərin imamları, alimləri bidətdən təhzir ediblər, bidətdən çəkindiriblər. Və Abdullah bin Məsud radiyallahu anhdan vardı olub ki, Abdullah bin Məsud radiyallahu anhu məsciddə halaqa şəklində oturan cəmaat görür. Və qarşılarında da görür ki, xırda daşlar var və bir kişi də oturub ortada deyir ki, 100 dəfə la ilahə illallah deyin və onlar da deyirlər. 100 dəfə Subhanallah deyin və onlar da deyirlər. İbn Məsud radiyallahu anhu təşviş içində gəlir, deyir, siz nə inirsiniz? Nə inirsiniz, deyir. Deyir ki, kişi deyir ki, biz xeyirdən başqa heç nə istəmirik. Deyir ki, neçə xeyir istəyən var ki, xeyrə nail olmuyor. İbn Məsud, baxmayaraq ki, onların belə zahirdə əməlləri nə idi? Xeyirlərini sayırdılar da, xeyir iş gördülər. Deyirdi ki, 100 dəfə Subhanallah deyir, orada Subhanallah deyirdilər. 100 dəfə Elhamdülillah deyir, La ilahe illallah deyir, sahib deyirlər. Lakin İbn Məsud radiyallahu anh nə dedi? Dedi ki, nəfsim əlində olana and olsun ki, siz ya Muhammedin millətindən, Muhammedin milləti olan millətdən daha hidayətdəsiniz, ya da ki, zəlalət qapısı açmışsınız. Yəni, əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin hidayətində, dinində, sünnəsində bu şey yoxdursa və siz bunu təzə gətirmişsinizsə, təbii ki, onlar təzə gətirmişdilər. Bu iki şeyə görədir. Ya sizin bu gətirdiyiniz şey Muhammed sallallahu aleyhi və səlləmin hidayətindən, dinindən daha xeyirlidir ki, onu edirsiniz. Xeyri Muhammed sallallahu aleyhi və səlləmin hidayətində tapmamışsınız. Ya da ki, bu nədir? Siz şər qapısı, zəlalət qapısı açmışsınız. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinə bildiyi bütün xeyirləri öyrədir və ümmətinə bildiyi bütün şərlərdən qaçındırıb, çəkindirib. Necə ki, səhihdə vardı olub ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, elə bir Peyğəmbər yoxdur ki,
ümmətinə bildiyi bütün xeyirləri öyrətməsin və ümmətinə bildiyi bütün şərlərdən çəkindirməsin. Deməli, əgər Peyğəmbər sallallahu aleyhi və səlləm bütün xeyirləri öyrədibsə və bütün şərlərdən çəkindiribsə, sizin bu etdiyiniz nədir? Şər qapısı açmışsınız, zəlalət qapısı açmışsınız.